Sual bizdən soruşur ki, doğru sıraları müəyyən edin. Tərtərçay, Kəlbəcər, Bərdə və Yeraltı. Yəni, mənbənin yerləşdiyi inzibati rayon. Mənbə nə idi? Çayın hansı hissəsi idi mənbə? Başlanğıc götürdüyü Ay, yer, sağ ol. Mənsəbi haradır? töküldüyü yer. Töküldüyü yer, əhsən. Deyir ki, Tərtərçay öz mənbəyini Kəlbəcərdən götürür. Töküldüyü yer isə Bərdədir və yeraltı sularından qidalanır. Yanlışdır. Nəyə əsasən deyirsən yanlışdır? Yəni fikirlərini də Mənbəyə görə. əslində burada doğrudur. Bax yadında saxla ki, Tərtərçay var. Bax burada görsən adını. Bəli, Tərtərçay. Tərtərçay Kəlbəcərdə Qarabağ vulkanik ailəsindən başlayır. Ə, başlayan Tərtərdə. Bərdədən gəlib hara tökülür? Kürə birbaşa tökülür və Kürə, yeraltı bəli, sularına qidalanır. Yəni birinci sırada heç bir yanlışlıq yoxdur, doğrudur. bəli. İkinci sıraya baxırıq. Naxçıvan çayımızı gəl baxaq. Naxçıvan çayı burada görürsən. Naxçıvançay deyir mənbəyi, yəni ki, yerləşdiyi inzibati rayon Şahbuzdur. Şahbuzdan başlayır. Naxçıvan şəhərində Araz su anbarına tökülür. Yəni burada yeraltı sularıdır. Yalnız Gilançay var ki, Naxçıvanda, o qar və buzlaqlarla qidalanır. Yəni burada məsələn Naxçıvanın çaya nə yazılıb? Şahbuz, Cufa, qar və buzlaq ərintiləri suları ilə qidalanmasını yazıb. Sən də yadda saxlamalısan ki, məsələn burada Naxçıvanda görsənə çaylar var. Düzdürmü? Bəli. Bu çaylardan yalnız Gilançay qar və buzlaqlarla qidalanır. Yerdə qalan belə deyim çayları yeraltı sularla qidalanır. Yağış suları ilə qidalana bilməz. Bilirsən ki, Naxçıvana yağış az düşür də, düzdür? Bəli. Buna görə deyəcək ki, ikinci sual nədir? Yanlışdır. Yanlış. Aha, sonra gəldik üçüncü suala. Türyan çay. Türyan çay da burada fikir verirsən ki, hardan başlayır bu ərazidə? Türyan çay Qəbələ, Ağdaş, yeraltı su yazıb, düzdür. Gəlir hara tökülür? Kürə tökülür. Daha sonra gəlirik digər sualımıza baxaraq. Viləşçay bilsən ki, Lənkəran ərazisində olan çaydır. Yardımlı, Lənkəran yeraltı su. Burada səhvlik nədir? Sən bilməlisən ki, Viləşçay Talış dağlarına başlayır. Yardımlı Masallı ərazisindən keçir, Qızılağac körfəzinə tökülür. Və ən çox yağıntılı yerimiz də haraydı? Lənkəran. Mhm. Deməli, deyəcəksən ki, Lənkəran. Ona görə də Lənkəranda çaylar ən çox nə ilə Bəli. qidalanacaq? Yağış suları ilə. Yağış suları. Düzdür? Aysə, ona görə yeraltı sular nədir? Yanlışdır. Sonra gəldik digər sualımıza baxaq. Qusarçay, Qusar, Xaçmaz və Qar-Buzlaq ərintiləri. Aha, deməli qeyd edəcək ki, Qusarçay Bazar düzündən başlayır. Qusar Xaçmazdan gəlir. Hara tökülür? Xəzərə tökülür. Xaçmazdan Xəzərə tökülür və qar və buzlaqlarına qidalanır. Düzdür. Çünki haradır? Böyük Qafqazın şimal-şərq yamacının çaylarına daxildir. Demək, bildik ki, Tərtərçay hardaydı? Haran çayı idi Tərtərçay. Dedik ki, Tərtərçay necə sularla qidalanırdı? Yeraltı sularla qidalanırdı. Yeraltı sular. ISO. Tərtərçay həmçinin Kürün hansı hissəsində yerləşir? Bilirsən də bu Kür çayıdır. Bu hissəmiz bizim Bəli. sağımızdır, bu hissəmiz bizim solumuzdur. Kür çayının sağ hissəsində yerləşir. Deyəcəksən ki, Qarabağ düzünün çayıdır Tərtərçay. Qarabağ vulkanik ailəsindən başlayır. Tərtər və Bərdə ərazisindən axırda gəlib hara tökülür? Kürə tökülür. Yeraltı sularından da qidalanır. Bu doğrudur. Sonra ikinci sualımızda Naxçıvan çay dedik ki, Araz bilsən də bura üzrə Naxçıvan ərazisində burada Araz çayı keçir. Araz çayının sol qoludur. Bu hissəsi sol qoludur. Araz deyəcəksən ki, Naxçıvan çayın olan Naxçıvan çay Dərəliyə silsiləsinə. Bilsən də burada bizim nəyimiz yerləşir? Dərəliyə silsiləmiz. Dərəliyə silsiləsindən gəlir hara tökülür? Araz çayına tökülür. Və Naxçıvan çay da qeyd edəcəksən ki, yağış suları olmaz və qar və buzlaq suları olmaz. Yerdə nə qalacaq? Yeraltı sular. Üçüncü də Türyan çayımızı gördüm bu hissədə. Türyan çay isə hansı hissəsindədir Kürün? Hə, Elcin, Kürün hansı hissəsindədir? Sağında yox, sonunda. O. Sol. Solundadır da, düzdürmü? Yuxarı hissəsi soldadır. Bəli. Ayso. Türyan çay deyəcəksən ki, Kür çayının sol hissəsində yerləşir. Türyan çay qeyd edəcəksən ki, Şirvan düzünün çaylarıdır. Və biz də qeyd elədik ki, Türyan çay Qəbələ Ağdaş yeraltı su düzgün dedik qeyd olunub.
Daha sonra gəldik. Viləş çay da dedik ki, Lənkəran ərazisində olan çaydır. Talış dağlarının çayıdır. Lənkəran çay. Və qeyd elədik ki, burada Talış olan çaydır. Lənkəran çayda Lənkəranda olan çayların çox hissəsi yağışlar ilə qidalanır. Tamam. Sonra 5-ci də ki, düzdür. Böyük Qafqazın şimal-şərq yamacının çayıdır. Cavabımız olacaq bir dənə E bəndi. 1, 2, 3. Yoxsa yox? Yox. E uyğun gəlmir. 1, 3, 5-i üzrü say. 1, 3, 5 düzdür. Bəli. Gəldi ikinci suala. Müqəddəs Lavrenti Yenisey Niger çayları üçün ümumi xüsusiyyətlər. Bilirsən ki, Müqəddəs Lavrenti yerləşirdi harda? Şimali Amerikada. Həmçinin Müqəddəs Lavrenti çayı vardı. Müqəddəs Lavrenti körfəzi vardı. Lavrenti yüksəkliyi vardı. Düzdür? Bu adda eşitmisən də yüksəkliklərimiz. Ə, Bəli. aha. Gələk baxaq görək burada hardadır. Demək. Müqəddəs Lavrenti. Görsən burada yazılıb. Müqəddəs Lavrenti çayı, Tamam. Müqəddəs Lavrenti körfəzi və Lavrenti yüksəkliyi var. Həmçinin demişdik ki, Müqəddəs Lavrenti yüksəkliyinə görə nə var idi orada? Dörüntü dövr uzlaşmasına məruz qalmış ərazilərdən biri idi. Yenisey Bəli. çayımızı da tanıyırsan ki, hardadır? Sibir çaylarından hesab olunurdu. Yox, Yenisey üzrsə, Sibir çaylarından yox, Avrasiya materikində yerləşirdi. Bircə dəqiqə. Gəl burada baxaq. Hə, bax burada. Sibir çayı dərəcəsi Avrasiya materikində yerləşirdi. Yenisey çayı Sibir çayı hesab olunurdu, düzdürmü? Dedi Avrasiya Bəli. materikində yerləşən Sibir çayları. Yenisey çayı da onlardan biri idi. Burada baxırsan ki, Yenisey çayı Avrasiya materikində yerləşir. Nə ilə qidalanırdı? Qar və buzlaq suları ilə qidalanırdı. Düzdür? Bəli. Axırda da gəldi hara töküldü? Şimal buzlu okeanına tökülürdü. Ay sağ ol. Sonra gəldik nə? Niger çayı da bilirsən ki, harda yerləşir? Afrika materikində yerləşirdi. Niger çayı Afrika materikində yerləşir. Baxırıq burada. Hara gəlib tökülür? Atlantik okeana məxsus olan çaylardan biridir. Deməli, biz qeyd edəcəyik ki, Yenisey çayı uzunluğuna görə, yəni ki, Obdu, Yenisey, Lena çayları fərqlənirdi. Asiyanın daxili sularına danışsaq. Və dedik ki, qar və buzlaqlarla qidalandığı üçün bu çaylar deyirdi ki, yazda neynir? Daşırdı. Çünki buzlaqlar yaz ayında axı neynirdi? Əriyirdi də, düzdürmü? Həmçinin Bəli. Yenisey çayı necə çay idi? Estuari yaradan çay idi. Estuari. Bundan başqa heç nə biz əsasən, yəni Yenisey haqqında bunu qeyd edə bilərik ki, Şimali Asiyanın çaylarındandır. Şimal Buzlu okeana aiddir və Sibir çayları da adlandırılır. Qar buzlaqlarla qidalanır. Yazda bu çaylar daşırdı və estuari yaradırdı. Müqəddəs Lavrenti çayı isə dedik ki, yerləşirdi harda? Şimali Amerikada. Amerika. Ay sağ ol. Dedik ki, Müqəddəs Lavrenti çayı böyük gəmiçilik əhəmiyyətinə malik olan çaylardan biri idi. Və orada Şimali Amerikada böyük göllər var idi. Məsəl üçün biz burada qeyd edəcəyik. Məsələn, göllərimizi görsənmi? Burada Yuxarı göl, məsələn, Michigan gölü var idi, Erie, Ontario. Bu göllər nə edirdi? Müqəddəs Lavrenti çayı vasitəsilə bu göllər gəlib nə edirdi? Atlantik okeana yəni birləşirdi. Yəni böyük göllər Atlantik okeana birləşdirən ən qısa yollardan biri Müqəddəs Lavrenti çayıdır. Sonra burada Erie ilə Ontario gölünün birləşdirən Niagara çayı üzərində də deyəcəksən ki, dünyanın ən məşhur Niagara şəlaləsi də yerləşirdi. Belə. Sonra biz burada başqa nələr qeyd edə bilərik? Məsəl üçün, bir də Niger çayı haqqında danışaq. Niger çayı dedik ki, Afrikanın bax bu hissəsində bir dəqiqə. Niger çayımızda qeyd elədik ki, hardaydı? Bax, buradadır Niger çayımız. Hara tökülürdü dedik? Atlantik okeana tökülən çaylarımızdan biri idi. Niger çayı dedik ki, quraq ərazilərdən keçir. Görürsən ki, Niger çayı harda yerləşib? Tropiklər arasında yerləşib də, düzdürmü? Bəli. Tropiklər arasında yerləşdiyinə görə, yəni hardadır? Şimal tropikindədir. Demək ki, qeyd edəcək ki, Niger çayı quraq ərazidən keçdiyinə görə böyük suvarma əhəmiyyətinə malikdir. Yəni həmin ərazilər nə edir? Niger çayından suvarma məqsədi ilə istifadə edir.
və mənsəbi, yəni töküldüyü yer Qveniya körfəzidir və delta yaradır. Bu çay nə yaradır? Delta yaradır. İndi gələk suallarımızı oxuyaq. Deyir ki, burada mənsəbinin yerləşdiyi okean Avrasiya materikinin sahillərini yuyur. Mənsəbinin yerləşdiyi okean. Baxırsan, müqəddəs Lavrenti hara tökülürdü? Mənsəbi nə idi? Hansı okean idi? Atlantik Okeanı. Ay, sol, düzdür. Yeniseyinki hansı idi? Şimal, buzlu okean. Buyur bakayım ben. Aysa, Niger çayınki. Niger O da Atlantik Atlantik. Okeanı, bəli. Atlantik okeanı dəsən. Deməli, qeyd edəcək ki, bunlarda Atlantik okeanı, Şimal Buzlu okeanı qeyd elədik ki, bunlar da həmçinin Avrasiya materikinin sahillərini yuyur. Bilsən də Avrasiya materikinin sahillərini şimaldan Şimal Buzlu okean, cənub hissəsindən Hind okeanı, qərb hissəsində Atlantik, şərq hissəsində isə Sakit okean suları ilə yuyulur. Bir demək nədir? Doğrudur. Keçirik ikiyə. Mənbələrində cavan dağlar yerləşir. Yəni başladığı hissədə cavan dağlar var. Bax burada Niger çayına baxırsan. Bilirsən ki, Afrikada yeganə cavan dağ hansı dağ idi? Atlas dağları idi. Düzdür? Bu hissədə Atlas yerləşirdi. dağları, bəli. Bəli, Mərakeş, Tunis, Əlcəzair arasında yerləşirdi. Yeganə cavan dağ idi. Ən zirvəsi də Tupkal idi. Amma ki, Niger çayı oradan götürürmü başlanğıcını səncə? Xeyr. Deməli, səhvdir. Sonra qeyd edəcəyik nə? Müqəddəs Lavrentiyə baxırsan. Müqəddəs Lavrenti də bilirsən ki, başlayır bax burada. Müqəddəs Lavrenti buradır. Sən də bilirsən ki, Şimali Amerikanın bu hissəsi, yəni bu hissə, qərb hissəsi cavan, şərq hissəsi isə necə idi? Qədim idi. Bu da olmaz. Yenisey çayında olduğu yer platformada olmaz. Demək, iki nədir? Yanlışdır. Yəni bu çayların başladığı ərazilər qədim platformalara uyğun gəlir. Üçüncüyə baxırsan, federativ ölkənin ərazisindən axırlar. Federativ ölkənin ərazisindən axırlar. Bəli. Deyəcəksən ki, Müqəddəs Lavrenti Kanada, ABŞ federativdir. Yenisey Rusiya ərazisindən federativdir. Niger çayı isə Nigerin ərazisindən axır, federativdir. Birincisi mənə də görüm, federativ sözünü eşitmisən? Bəli. Federativ nə idi? Məsəl üçün, belə qeyd eləsək, gəl onun da haqqında danışaq da. Federativ vardı, federativ dövlətlər vardı. Yəni bilirsən ki, dünyada federativ dövlətlərin sayı az. Yəni dünya, belə deyim, dünya dövlətləri yadında saxla ki, inzibati ərazi quruluşuna görə unitar və federativ olmaqla iki yerə bölünür. Bilirsən, Azərbaycan necə bir dövlətdir? Unitar dövlətdir, düzdürmü? Unitar, bəli. Yəni unitar dövlətdə bir konstitusiya, qanunverici və idarəci hakimiyyət var. Amma federativ dövlətlərdə isə ölkənin ayrı-ayrı, məsələn, ştatlarının, yəni öz konstitusiyası, qanunvericiliyi, idarəci, hakimiyyət orqanları var. Yəni ona görə də federativ dövlətlərin sayı nədir? Azdır. Yəni federativ dövlət o deməkdir ki, onların hər bir ərazisinin öz qanuna uyğunluqları var. Məsələn üçün, unitarda bir dənə qanun varsa, bu qanuna da uyğun davranmalısan. Yəni başqa özündən qanun çıxarda bilməzsən. Demək, 3 doğrudur. Burada dedi ABŞ, Kanada, Rusiya və Nigeriya federativ dövlətdilər. Gəldik, bol sulu çaylardır deyir. Bol sulu çaylardırlar bunlar. Bol sulu çaylardır deyir, düzdür. Bəli. Hı -hı. Axın istiqamətləri deyir, eynidir. Yanlışdır. Deyir, bəli. Çünki görsən ki, Müqəddəs Lavrenti hara doğru daha çox axır, gəlir şərqə doğru. Düzdür, Müqəddəs Lavrenti şərqə. Bəli. Yenisey çayı hara axır, deyəcəksən şimala doğru axır. Daha sonra yuxarıya doğru da görsən şimala doğru axır, hara gətirir? Şimal Buzlu okeana tökülür. Məsələn, Müqəddəs Lavrenti hara doğru gedir? Şərqə gedir də, düzdürmü? Şərqə gedir, Bəli. Atlantik okeana tökülür. Daha sonra qeyd edəcək ki, Niger çayı isə hara gedir? Cənuba doğru gedir, Atlantik okeana tökülür. Bax, burada görsən cənub aşağıya doğru gəlir. Ona görə nədir? Səhvdir. Yerləşdiyi materiklərin ən uzun çayıdır deyir. Bu da səhvdir. Məsəl üçün, Şimali Amerikanın ən uzun çayı Missouri çayıdır. Bilirsən də Missouri. Mississippi çayının qoludur. Missouri çayıdır. Sonra qeyd edəcək ki, Avrasiya materikinin ən uzun çayı Yansız çayıdır. Yansızı deyirdi ki, bax burada yerləşir. Şərqi Çin dənizinə tökülürdü. Tibetin şərq hissəsindən başlayırdı. Və Afrikanın və dünyanın ən uzun çayı olan Nil çayı idi. Yəni bu yanlışdır. Deməli, ikidə doğru cavabımız nə olacaq?
C bəndi. 1 doğrudur. Mənsəblərin yerləşdiyi okean Avrasiya materikinin sahillərini yuyurdu. Yəni Şimal Buzlu Okeandan Atlantik Okeanı qeyd etdik. 3. Federativ ölkə ərazisindən axırlar. Bəli, ABŞ, Kanada, Rusiya, Nigeriya. 4. Bol çaylardır. Bəli. Cavabımız olacaq 2-də C bəndi. Gəldi üçüncü suala. Doğru olmayan sıranı müəyyən edin. Bunu eləyə bilərsən üçüncü sualımıza. Deməli, doğru olmayanları istəyir. Aha. Düzənliyi, mənfəyi, iri çayları. Aha. Və Tibet bilirsən də burada. Məsələn, Tibetdən dedim ki, Xuanxənin yansız çayı başlayır. Tibet nədir? Yayladır, ovalıqdır. Tibet yayladır. Yayladır. Yaylalar nə adlandırılırdı? Necə götürülür? Denidaşyon. Əhsən, düzdür. Bax, məsəl üçün, sənə yazıb ki, Tibet yaylası denidasionaldır, doğrudur. Amma Amudərya Sırdəryadır. Sən də bilirsən ki, Amudərya Sırdərya hara tökülürdü? Burada nə var idi? Aral gölü demişdi də, düzdür. Aral gölü, bəli. Demək nədir? Səhvdir. Tibetdən başlayanlar Xuanxə ilə yansız idi əsasən. Sonra keçdik digərinə. Qərbi Sibir akkumulyativdir. Ob, İrtış. Bu Aha, Qərbi doğrudur. Sibir nədir? Akkumulyativ də Ovalıqdır ovalıqdır. deyirsən. Aha, Bəli. düzdür. Bax, buradan görsəm Obla İrtış çayları var. Bəli, Obla İrtış çayları var, düzdür. 2 doğrudur, devam et. Mesopotamiya akkumulyativ, Dəclə, Fərat. Hı -hı. Mesopotamiya ovalıqdır, akkumulyativdir. Ay sağ ol. Tarixdə də bilirsən də Mesopotamiya iki çay arası deməkdir. Hansı çaylar Bəli. arasındaydı? Dəclə və Fərhat. Bax, buradakı. Devam et, düzdür. Böyük Çin, Denidaşyon, Amur, Mekong. Aha, bax, Böyük Çin düzənliyi burada yerləşir. Bax, bu hissədə. Böyük Çin düzənliyi əslində nədir? Nə yazıb sənə? Denidasional yazılıb. Amur və Gətirdi. Mekong yazıb. Bax, burada Mekongu gördün. Bax, bu hissədə. Bəli. Amuru da burada gördün. Böyük Çin düzənliyi buradadır. Gör, bunlar biri daha çox yuxarı hissədədir, biri də daha çox aşağı hissədədir. Yəni, bu nədir? Səhvdir. Yəni, Böyük Çin düzənliyində bilsən də nəyin nəticəsində yaranıb Böyük Çin düzənliyi? Xuanxə və Yansız çayının çökdürülməsindən yaranıb. Yəni, yadında saxla ki, Böyük Çin düzənliyi ovalıqdır. Akkumulyativ olmalı idi. Amurla Xuanxə yox, e, Xuanxə demişim, Mekong yox, Xuanxə ilə Yansız çaylar olmalı idi. Aydındır? Bəli. Sonra La Plata ovalığımız hardaydı bizim? La Plata Cənubi Amerikada. Ay sağ ol. Cənubi Amerikada ovalıqdır, akkumulyativdir. Nə yazıb sənə? Orinoco ilə Parana. Orinoco, Sən Parana. birinci baxırsan ki, sənin La Platan buradadır da, düzdürmü? Bəli. Sənin La Platan buradadırsa, bu Orinoco gör nə qədər uzaqda yerləşir? Ola bilərmi? Xeyr. Orinoco çayı Orinoco ovalının yaranmasında mühüm rol oynayır. Burada yalnız nə olacaq? Parana çayı. Aydındır? Bəli. Sonra devam. Braziliya, Denidaşyon, Francisco, Parana. Bu Hı da hı. doğrudur. Brezilya görsən buradadır. Brezilya yayladır. San Francisco'nun da adını görürsən. Paranın da adını görürsən. Bəli, doğrudur. Üçte doğru cevabımız ne olacaq? Doğru olmayan istir deyə. Gediləcək ki 1. Biri Doğru değil. 5. Niye yanlıştır? 1. Tibet yayladır, dendosinaldır. Amudərya Sırdərya olduğuna görə səhvdir. Çünki Amudərya ilə Sırdərya Aral gölünə tökülürdü. Tibetə tökülənlər, yəni Tibetdən başlayanlar Xuanxə və Yansız çayları qeyd etmişdir. Daha sonra 4 neyi yanlış oldu? Böyük Çin düzənliyi ovalıqdır, akkumulyativ olmalı idi. Amurla Mekong yox, Böyük Çin düzənliyi Xuanxə və Yansız çaylarının çökdürülməsindən yaranır. 5-də La Plata ovalı akkumulyativdir. Orinoco çayı olmaz, yalnız Parana çayı olacaq. Cavabımız olacaq B variantı. Sonra gəldik bura. Batı Respublikamızda çay əmələ imkanının məhdud olduğu ərazi və bunun əsas səbəbi nədir? Səncə bir ərazidə niyə çay əmələ imkanı məhdud olar? Həmin ərazi necə olmalıdır? Məsələn, çay şəbəkəsi necə ərazidə daha sıx olur? Məncə yağıntılı olmalıdır müəllimə. Aysu, məsələn, quraq ərazidə çayın əmələ gəlmə imkanı necə olacaq? Məhdud olacaq. Ona görə doğru cavabı səncə hansı ola bilər? E bəndi. Yox, Qarabağ vulkan yaylası quraq ərazi deyil, axı dağlıq ərazidir. Məsələn, C sən variantı. C variantı deyirsən, Acinor alçaq dağlıq, Qusar mayı düzənliyi, ərazi boyu düzənliklər, ərazinin meylinin çox, yağıntının az olması deyir. Bax, cümləni oxuyursansa, həmişə axıra qədər oxur.
Bax, məsələn, deyir Acinor alçaqdalığı, qusar maili düzənlik, əraziboyu düzənlik, ərazinin meylinin çox olması. Bir ərazinin meylinin çox olması nə deməkdir? Yəni həmin ərazinin dağlıq olmasıdır. Sən elə ərazi seçməlisən ki, arid dendasional relyef formasına malik olan ərazini seçməlisən. Lap qıraq olmalıdır. Məsələn, D variantımıza bax. Məsələn, yazır nə? Ceyrançıl alçaqdalığı. Necə ərazidir? Quraq ərazidir. Qobustan alçaqdalığı necə ərazidir? Quraq ərazidir. Cənub-şərqi Şirvan düzü buxarlanma qabiliyyətinin yağıntı miqdarından çox olması. Bəli, burada buxarlanma uje çoxdur. Yağıntı nə edir? Götürüb aparır. Demək cavabımız nə olmalı idi? 4-də D D bəndi. var. Aha. Aydındır. Cümləni Bəli. axıra kimi oxu. Həmişə tələsmə. Gəldik 5-ci suala. Deyir, cənub mülayim enliklərdə okean suyunun duzluğu 32 və 34 promil olmasının səbəbi. Bilirsən ki, cənub mülayim enliyimizi tanıyırsan. Düzdürmü? Bəli. Bax, məsələn, bura bizim nəyimizdir? Bax, bura görsən ki, bizim ekvator xəttimizdə bura. Ən böyük tən bölən ekvatordur. Ən böyük paralel ekvatordur. Sıfırda yerləşir. Bu 20-nin yazıldığı yer nədir? Tropikdir də bura. 30 nə 20 Bəli. nəymiş? 30'un yazıldığı yer tropikdir. Bu 30 ilə 60 arası nədir? Cənub mülayim. Cənub mülayim deyir enliklərdə okean suyunun duzluğunun 32-34 promil olmasının səbəbi nədir? İndi gəl baxaq. Bilirsən ki, okean orta duzluğu nə qədərdir? Orta Orta okean okean. duzluğumuz neçə promil idi? 25 idi mənim. Yox, yox, yox. 35. 35. 35 yadından çıxartma. Bax, görsən nə yadından çıxsa onları qeyd elə. Duzluq məsələsi öz imtahanda çox düşür. Təkrar düşən suallardan biridir. Dünya okeanı orta duzluğu 35 promildir. Aha. Deyə tropik enliklərdən gələn isti cəryanların təsiri. Deyəcəksən ki, nədir? Bu necə olar? Deyir ki, cənub mülayim enliklərdə okean suyunun duzluğu 32-34 promil olmasının səbəbi nədir? Yəni, orta duzluq neçə promildir? Dedik 35 promildir. Aşağı olmasının səbəbini axtarmalısan sən burada. Yəni, orta okean duzluğu 35 promildirsə, uca bu 35-dən aşağıda bunlar 32-34. İndi sən bunun aşağı olmasının səbəbini bilməlisən. Bildin? Deyir, tropik enliklərdən gələn isti cəryanların təsiri. Sən bilirsən ki, isti cəryan nə gətirər? Duzluğu çoxaldar da, düzdürmü? Bəli. Aha, demək bu nədir? Bir səhvdir. Sən əksinə bunun burada duzluğun az olmasının səbəbini axtarmalısan. 2. Qütb ətrafı ərazilərdən gələn soyuq su axınlarının təsiri. Bax, bu düzdür. Bilirsən ki, soyuq su nə gətirəcək? Duzluğu azaldacaq da. Yəni, qütbdən gələn soyuq su axını duzluğu azaldır. Bol sulu çayların təsiri. Bu da duzluğu azaldır. Buxarlanma qabiliyyətinin az olması. Bu da nə edir? Azaldır. Məsələn, burada bol sulu çayların təsiri, bilirsən də çaylar şirin sulu olsa da, cənub mülayimdə quru ərazi çox, yəni az sahə tutur və bol sulu çay olmur. Bax, burada diqqətli ol. Məsələn, biz öyrənmişdik ki, duzluğa təsir edən bəzi amillər var. Məsələn, isti cəryanlar nə edirdi? Duzluluğu artırdı. Soyuq cəryanlar nə edirdi? Duzluluğu azaldırdı. Ona görə biz biri çıxdıq, ikini götürdük. 3'te ücre nədir? Bax, 3'te görsən ki, cənub mülayimin olduğu əraziyə baxsan, quru sahələr azdır. Düzdür? Bəli. Quru sahələr azdırsa, bura bol sulu çay necə? Bol sulu çayların təsiri olmaz axı. Burada çay azdır axı. Əslində bu düzdür. Bol sulu çayların təsiri nəticəsində duzluq azalır. Amma cənub mülayim enliyinə bol sulu çaylar təsir etmir. Ona görə 3'ü götürmürsən. Buxarlama qabiliyyətinin az olması, bəli. Buxarlama qabiliyyətinin az olduğu yerdə duzluluq az olur. Yağıntı miqdarı çox olması düzdür. Yağıntı çox düşürsə duzluluq az olur. Enən hava axınlarının üstün olması səhvdir. Enən hava bilsən də quru havadır. Deməli 5'də cavabımız nə olacaq? B variantı. 2, 4, 5. Yəni qütb ətrafı ərazidən gələn soyuq su axınları təsiri duzluğun az olmasına səbəb olur. Buxarlanma qabiliyyətinin az olması duzluğun az olmasına səbəb olur. Yağıntı miqdarının çox olması da duzluğun az olmasına səbəb olur. Cavabımız B. Gəldik 6-ya. Deyir, Sakit Okeanda mərcan mənşəli adaların çoxluğunun səbəbi nədir? Mərcan mənşəli adalar necə ərazilərdə olurdu? İsti ərazilərdə olacaq. İsti ərazilərdə olurdu. İndi cavabımız nə olmalıdır burada? D bəndi. D bəndi deyirsən. Bəli, okeanın tropiklər arasında geniş sahə tutmasıdır.
Düzdür. Bilirsən də ən isti okean hansı okeandır? Sakit okean. Mhm. Gəldik 7-yə. Çayların mənsəblərinin hündürlüklərin azalmasına görə düzgün verildiyi sıranı müəyyən edin. Azalma deyirsə mənsəb, yəni töküldüyü yeri soruşur səndən. Mənsəbin hündürlük azalmasına görə düzgün verildiyi sıranı müəyyən edin. Mənsəb deyirsə töküldüyü yeri götürəcəyik və Pilusdakı biz azalma deyirsə çoxdan aza doğru gedəcəyik. Düzdür? Bəli. Deməli, biz bilirik ki, Azərbaycanda belə bir qanuna uyğunluq var ki, yəni bunu e, bax, Azərbaycanda bilirsən ki, bura nədir? Şərqdir də, düzdür? Buramız şərqdir. Bəli. Bu hissəmiz isə qərbdir. Şərqdən, bax burdan, şərqdən qərbə doğru getdikcə hündürlük neyinir? Artır. Düzdür? Bəli. Amma biz buradan qərbdən şərqə doğru getsək hündürlük azalır. Çünki Xəzər sahil ərazilərdə hündürlük necə olur? Az olur da. Xəzərdən zəngə tökülür axı. Aha. İndi sən nə edəcəksən? Çayların mənsən hündürlüyün azalmasına görə düzgün verildi. Sıra müəllimimiz istəyirsə, heç nə. Məsələn, burada bilirsən ki, arpa çayı görürsənmi burada? Bəli. Arpa çay. Arpa çay Naxçıvan ərazisindən hara gəlib tökülür? Araza tökülür. Yəni Arazın sol qoludur. Həkəri isə Həkəri çayımız var burada. Kiçik Qafqazın cənub-şərqindən gəlir hara tökülür? Araza tökülür. Arazın sol qoludur. Daha sonra gəldim bura. Ataçay var burada. Ataçay haqqında deyəcək. Deyəcək ki, Ataçay para tökülür birbaşa Xəzər dənizinə tökülür. Yəni səndən belə deyim də hündür başlayıb alçağa tökülən istəyir. Bildin? Bəli. Məsələn, Arpaçay hardan başlayır? Qarabağ vulkanik ailəsindən başlayır, Naxçıvan ərazisindən gəlir, Araz çayına tökülür. Sonra Həkəri çay hardan başlayır? Deyəcəksən ki, Həkəri çayımız bilirsən də, Kiçik Qafqazın ərazisində yerləşən çaylarımızdan biridir. Qeyd edəcək ki, Həkəri çay Kiçik Qafqazın cənub-şərq yamacından axan çaylardandır. Həkəri çay Dəlidağdan başlayır və gəlir Araz çayına tökülür. Ataçay isə birbaşa Xəzər dənizinə. Məsəl üçün, burada A bəndinə gəl təhlil edək. Tərtərçay dedik ki, hardan başlayırdı Tərtərçay? Tərtərçay deyəcəksən ki, hardan başlayırdı? Kəlbəcərdən başlayır da. Gəlinqaya dağından başlayır Tərtərçay. Bəli. Düzdür? Kəlbəcər. Tərtərçay Gəlinqaya dağından başlayır, Kürə tökülürdü. Kürə. Sonra Ordubad-çay bilirsən ki, Zəngəzur silsiləsindən başlayır, Araza tökülürdü. Daha sonra Qanıq çayımız. Qanıq çayımız haradaydı bizim? Qanıq, Qabırı. Qanıq çayımızda demişdi ki, Barbola dağından başlayır, Mingəçevir su anbarına tökülürdü. Sonra B bəndində Türyan çay bilirsən ki, hardan axan çaydır? Kürün sol qoluydu. Qeyd edəcək ki, Türyan çay hara tökülürdü? Kürə gəlib tökülürdü ən sonda. Yəni Tufan dağdan başlayıb Kürə tökülürdü. Lənkəran çay isə Talış dağlarının deməli Talış dağlarında olan çaylarımız idi və dedi ki, Lənkəran çay Gümmürgöydən başlayır, Xəzər dənizinə tökülürdü. Oxçu çay isə hardadır? Ən çox bilsən də Ermənistan tərəfindən çirklənən çaylarımızdan biridir. Oxçu çayda qeyd edəcək ki, Qapıcıq dağından başlayırdı, Araza tökülürdü. Məsəl üçün, D bəndində Göyçay haqqında qeyd edəcək ki, Göyçayımız da Şirvan düzünün çaylarından idi. Göyçay. Babadağdan başlayırdı, Kürə tökülürdü. Sonra Əlincə çay vardı, bir də Əlican çay vardı. Əlican. Burada Əlican, Əlincə çay soruşdu səndən. Əlincə deyirsə, sən nə necəsən? Naxçıvan çayını götürsən. Əlican çay Naxçıvan çayı idi və Zəngəzur silsiləsindən başlayıb Araza tökülürdü. Samur çayda bilsən də Böyük Qafqazın şimal-şərq yamacının axan çaylardan idi. Kutondağdan başlayıb Xəzər dənizinə tökülürdü. Naxçıvan çayda qeyd elədik ki, Naxçıvan Dərəliyə silsiləsindən başlayıb Araz çayına tökülür. Viləşçay isə Talışdan başlayırdı. Viləşçay da Xəzərə tökülür. Yəni Viləşçay Talış dağlarına axan çaydır. Quludaş zirvəsindən başlayıb Xəzər dənizinə tökülürdü. Axsafa çayımız da ki, bilirik ki,
e, pəmbək dağla başlayıb kürəyə tökülürdü. Yəni burada ən alçaq yerə tökülən çayları götürmək lazımdır ən sonda. Məsəl üçün ona görə cavabımız nə olacaq? C bəndi. Arpa çay, Həkəri çay və Ata çay. Aydın oldu. Bəli. Cavabımız C-dir. Gəldik 8-ə. Xəritə sxemində rəqəmlərə uyğun gələn coğrafi obyektlərin adı müəyyən edin. Bu hansı materikdir? Avstraliya. Ay sağ ol. Burada hansı ada yerləşirdi? Tasmaniya adası. Tasmaniya, bəli. Aha. Bu hansıydı? Yeni Gvinea. Bu 2. Kalimantan. 3. 1. Sumatra. Görsən necə rahat sualdır. 1. Bəli. Sumatra. 2. Kalimantan. 3. Yeni Gvinea. 4. Tasmaniya. Belə sual düşə bilərsən. Bəli. Rahatdır. Cavabımız olacaq A bəndi. Deməli 9. Yansız çayının Volqa çayının fərqlənən xüsusiyyətlər. Yansız çayı bilirsən ki, hardaydı yansız çay? Yansız Xuanxa çayı. Dediyi Avrasiyanın Avro. ən uzun çayı hansı çayıydı? Yansızı. Yansızı, ASO. Volqa çayı isə Rusiya ərazisində olan çay idi. Xəzər dənizinə tökülürdü. Yansız çay isə Şərqi Çin dənizinə tökülürdü. Düzdürmü? Bəli. Mhm. Baxırıq burada çaylarımızın yerini göstərək. Baxırsan ki, burada Şərqi Çinə tökülüb yansız çayı, Volqa çayı isə hara gəlib tökülüb? Xəzər dənizinə tökülüb. İndi bizdən nə soruşur? Deyir ki, qarışıq qidalanmaya malikdir. Bilirsən ki, Volqa çünki mülayimdə əsasən qarışıq qidalanma var. Yəni Volqa çayı necə çaydır? Qarışıq qidalanmaya malik olan çaydır. Çünki harda yerləşir? Mülayim iqlimdə yerləşir. Mülayim iqlimdə də bilirsən də qarışıq qidalanma olur. Yəni qeyd edəcəksən ki, Volqa çayı Şərqi Avropa düzənliyində olan çaylardan biri də Volqa çayı. Yəni Şərqi Avropanın ən uzun çayı hansı çaydır? Volqa çayıdır. Aydındır. Bəli. Sonra gəldik yansız çay dedik ki, Asiyada, yəni ki, ən uzun çaylardan biri hesab olunur. Sonra yəni ki, Şərqi, Cənub-Şərqi və Cənubi Asiyanın iri çaylarını biz öyrənmişdik ki, Amur, Xuanxe, Yansız, Mekong, Qanq, Hind, Bahrampudra, İrəvandi, Salim və s. Bunlar necə rejimli çaydır? Musson rejimli çaydır. Sən də bilirdin, musson rejimli çaylar nə zaman bol sulu olurdu? Yay aylarında. Düzdür? Yay aylarında bol sulu olurdular və bu çaylar daşqınlar zamanı təsərrüfata ciddi ziyanlar vururlar. Yəni bu çayların qışı yəni ki, quraq keçirdi. Yəni suvarmada geniş istifadə olunurdu. Amma ki, Volqa çayı qarışıq qidalanan çaylar hesab olunur. Sonra gəldik ki, bolsuluq dövrü Amudərya çayı ilə eynidir. Amudərya ilə Sırdərya çayı da bilsən ki, Aral gölünə tökülən çaylarımızdan idi. Və qeyd elədik ki, Amudərya ilə Sırdərya haqqında qeyd elədik ki, Mərkəzi Asiyadaydı. Bilirsən ki, Mərkəzi Asiyada da çay şəbəkəsi seyrəkdir. Bilirsən, mülayimin kəskin kontinental tipində yerləşirdi. Və yəni bu çaylar qumlu səhralarda bir də daxili axar su hövzədir. Məsələn, Aral gölü nədir? Daxili axar su hövzədir də. İndi deyir ki, bolsuluq dövrü Amudərya çayı ilə eynidir. Amudərya çayı bilirsən ki, Pamirdən başlayır və qar və buzlaqlarla qidalanır, yayda bolsulur. Bu da hansı ilə eynidir? Yansız ilə eynidir. Səndən də sualda yansızya aid olan istəyir. Məsələn, birinci sual Volqa çayına aiddir deyə götürmədik. İkinci sual, amma ki, bəli, yansızya aiddir. Deyir, bolsulluq dövrü Amudərya çayı ilə eynidir. Amudərya çayı Pamir dağlarından başladığına görə qar və buzlaqlarla qidalanır və yaz aylarında necə olacaq? Bolsul olacaq. Yansız çayda musson rejimli çay olduğuna görə mussonlarda da yağış nə zaman yağır? Yay aylarında yağır. Ona görə də 2 doğrudur. Dərəsində məhsuldar torpaqlar mövcuddur deyir. Məhsuldar torpaqlar bilirsən ki, necə torpaqlardır? Məhsuldar torpaqlarımız. Dərəsində məhsuldar torpaqlar var. Bu, belə deyim də, məhsuldar torpaqlarımız bizim qara torpaqlardır. Daha sonra nə deyir bizdən? Tənzimlənmiş rejimə malikdir. Tənzimlənmiş rejim bilirsən də, üzərində nə olmalı idi onun? Su anbarı olmalı idi. Yəni ki, bir çayın tənzimlənməsi üçün
üzərində su anbarı olmalı idi. İndi qeyd edəcək ki, bilirsən ki, Yağsız çay üzərində 3 dərə nə vardı? Su elektrik stansiyası var idi. Biz bunu öyrənmişdik. Və həmçinin bu oxşar sualdır. Volqa çayının da üzərində su anbarları vardı. Məsəl üçün qeyd edə bilər ki, Rıvinski su anbarı vardı. Və bu oxşardır. Ona görə 4 götürülmür. 5 yay aylarında bol su olması bəli yağsız çayına aiddir. Daha sonra mənbəyi daha yüksək ərazidə yerləşməsi, bu da Volqa çayına, yağsız çayına aiddir. Çünki Volqa çayı dediyi hardan axırdır? Şərqi Avropa düzənindən axırdı. Demək 9-da doğru cavabımız nə olacaq? E bəndi. Yağsız çayına aid olanlar hansı oldu? Bolsulluq dövrü Amudərya çayı ilə eynidir. Düzdür. Çünki Amudərya dedik ki, Pamir dağlarından başlayır. Qar və buzlaqlarından qidalanır. Sən də bilirsən ki, yay aylarında qar və buzlaq suları əridiyinə görə burada bolsulluq olur. Yağsız çayda mussonla rejimli çay olduğuna görə onlarda da mussonlarda yay aylarında yağış yağır. Sonra 5 yay aylarında bolsul olması bəli. 6 isə mənbəyin daha yüksək ərazidə yerləşməsi bəli. Çünki yağsız çayı Tibet yaylasından başlayır. Volqa çayı isə Şərqi Avropa düzənliyindən başlayırdı. 9-da cavabımız ona görə nə olacaq? E bəndi. Aydındır. Bəli. Hı -hı. Gəldik 10-cu suala. Deyir ki, A və B çaylarının mənsəblərində eyni kəsinin sahəsi təxminən 300 metr kvadratdır. Lakin A çayının il boyu su sərfi sabit olub 750 metr kubu bölünsü saniyədir. B çayının su sərfi ilə isə bolsul dövrdə 150 metr kubu bölünsü saniyədir. A çayı ilə B çayının fərqli xüsusiyyətlərini seçin. İndi burada biz baxaq. Deyir dağıtıcı fəaliyyəti daha güclüdür. Doğrudur. Məsəl üçün, burada nə qeyd edilib bizə? Deyir ki, A çayının sürəti B çayından xeyli yüksəkdir. Yəni, sürət nə qədər çoxdursa, çayın, belə deyim də, eroziya qabiliyyəti bir o qədər də yüksəkdir. Yəni ki, görsən deyir ki, A çayının il boyu su sərfi 750-dir, B-nin isə su sərfi 150-dir. Yəni, A-da dağıcı fəaliyyəti daha yüksəkdir. Axın sürəti daha zəifdir deyir. Məsələn, sən burada A çayına aid olanları seçməlisən. Səhvdir. Axın sürəti zəif olan hansıdır? Təbii ki, B çayı. Çay dərəsində suyun səviyyəsi daha aşağıdır. Çay dərəsində suyun səviyyəsi daha aşağıdır. Bu da A-ya yox, B-yə aiddir. Əsas qida mənbəyi yeraltı sular və bataqlıqlardır deyir. Bəli. Məsələn, şərtdə qeyd olunub ki, A çayının su sərfi il boyu sabitdir. Rejimin belə sabit olması çayın əsasən yeraltı sularla qidalanmasını işarə edir. Biz qeyd edəcəyik ki, bu A çayına aiddir. Hidroenerji ehtiyatı daha zəifdir. Bu A çayına aid olmaz, B çayına olur. Çünki A çayı dağ çayıdır, B çayı isə düzən çayıdır. Dağ çayına aid olanlar ki, dağcı fəaliyyətin daha güclü olması və əsasən qida mənbəyi, yeraltı su və bataqlığın olmasıdır. Cavabımız nə olacaq? 1 və 4. Yerdə qalanlar düzən çaylarına aiddir. Aydındır. Bəli. 11-ci sualımıza baxırıq. Burada görürsən ki, Xəzərin şimalı, Xəzərin orta hissəsi, Xəzərin cənub hissəsi göstərilib. Mərkəz hissəsi 2. Deyir ki, suyun orta duzluğu ən aşağıdır. Bax, Xəzərin şimal hissəsi bilsən ki, Rusiya ilə həmsərhəddir. Düzdürmü? Rusiya ilə həmsərhəddirsə, yəni daha soyuq əraziyə yaxındır da. İndi biz nə etməliyik orada? Suyun orta duzluğunun ən aşağı olduğu hissə şimal hissədir. Ən duzlu olduğu hissə isə 3, yəni ən cənub